Herkese salam, TV Show magazin kanalımıza hoş geldiniz. Bizim Rəsəm verilişinin iştirakçısı olan Ceyran xanım Aygün ilə canlı yayımda birlikdə Azərdən danışıblar. Onlar bildiriblər ki, Azər onlar haqqında TikTokda canlı yayımda danışdıqlarına görə üzr istəməlidir. O WhatsAppda üzr istəyib, amma gəlsin canlı yayım açsın, TikTokda bizdən üzr istəsin. Həmin görüntüləri sizlərə təqdim edirəm. Oyuncaq bacı, oyuncaq bacı, səhvəni yazmışam bacı qurban. Damla kartı sabitdə burada bacı qurban. Yeni gələnlər xoş gəlmişsiniz. Dəstək olağın uşaqlar. Rahibsin narahat olmasan, evində bir mamanla bacını, arvadını, qızını gör hardadır, nə işlə məşğuldur. Aygünün özü, mən zəhlə verirsən, mən o vaxtda amma mən düzeydim, ürəyi təmizdir. Bunda da qapalı tutdum. Mən Allah tərəf danışırım, heç kəsə qorxuram, nə Aygünlər, nə Aslanlar, nə kimləsə, Azərinlə. Amma Aygünün də ürəyində paxılıq yoxdur. Aygün onun uşağın nə tər arzuqlarına, nə tər götürür, nə tər səbir. Heç hətta orada navaq edəbilirdi. Navaqda uşağı verirdi, Aygün özü sərədə oldu. Valla, mən telefonum istəyir, Qurağın vaxtı əsər keçirdi. Mən telefonumdan danışa getdim. Dəstək olaq uşaqlar, çox zəifçilikdir. Damla kartı Damla kartı sabitləyə bilərsən bacı qurban. Yeni gələnlər xoş gəlmişsiniz. Dəstək olaq uşaqlar. Nə Abbas Abdullayeva, nə deyirsən bacı qurban? Dəstək olaq zərifin bacı qurban. Salam. Salam. Oynayaq. Oynayaq. Dəstək olaq uşaqlar, yeni gələnlər xoş gəlmişsiniz. Ekran beğenində, zəhmət olmasın. Bir pislik, mənə bir pislik görmüsən. Deyirəm, xala deməz, sevdə mənə. Salam və mən, xoş gəlmişsiniz uşaqlar. 180 nəfər dəstək olaraq. Damlıda, mənə girməz elə şeylər. Sənə girər, mənə yox. Xoş getdiniz, xoş getdin, canlıdayam. Getsin canlıda üzr istəsin, desin ki, oxuyaymışam. Lazımdır, bizə lazımdır, Aslanla bizə lazımdır. Gedin də, lazımdır. Getsin, mən Allaha tapşıracağım, xəstə uşağı var, getsin işi ilə məşğul olsun. Yaxşı. Biz heç kimi bağışlamırıq. Rola girməsinlər. Aktyorlar bilir kimdir. 200 nəfər insan var. Qulaq asın. Dinə mənə yığmasın. 200 nəfər insan var. Azərlə Sevda zəng eləyib ki, üzr istəyirəm, qələt eləmişəm, Aslana, Aygünə belə sözlər demişəm. Bizi də örgədiblər, nağarıblar. Biz də deyirik ki, bacı qurban, canlı açın, canlıda, milyonların içində deməmsiniz, canlıda üzrünüzü diliyin, cəmaatdakı dolamayın. Yaxşı mı? 254 nəfər var. Gəlsin canlıma, üzrünü istəsin. Sevda da, Azəri də, Gəncə. Başını böyük qələtlər eləsinlər. Onlara qarşı kimsə hörmətsizlik eləmir. Ayıbdır.
Nəyəsə görə reyting qırmayın. Kim kimdir, yaxşı tanıyırlar. Olmaz belə şeylər. Həyat fani, bacı qurban. İndi oyun qutarsın, misafirə qoşacam. Bax, girirlər, canlı açırlar. Aslan belə, Aygün belə. Kim nədir, özünədir. Girsin canlı, bir. Aygündən üzr istəyirəm, Aslandan üzr istəyirəm, Zeyran xanımdan üzr istəyirəm. Elədiyimiz səhvlərə görə. Kimsə kimsənin tırkasına gedər. 50 yaşınız var, 48 yaşınız var. Olmaz beləncə, valla olmaz. Kim nədir, özünə görədir. Biz heç kimdən pis deyil. Biz canlı açmışıq da, 270 nəfər var insan canlıda. Biz canlı açanda oyun oynayıb çıxırıq. Kiminsə dərdi səri bizə qalmır. Kim evləndi, kim boşandı, kim nə oldu, kim nə olmadı, onun bizə adiyyəti yoxdur. Bəs birdə-birə siz təqdir eləyəndə, anasını təqdir eləyəndə, onu təqdir eləyəndə, sən kişilərdə... Kiminsə tırkasına gedirsinizsə, o adam da ki, kimisə öldədirsə, onun da balası var. Heç nə demirəm. Balasından çəksin, inşallah. Günahı yerdə qalmaz. Allahsız danışmayın, orucluq ayıdır, olmaz. Günaha nə qədər batırsın. Yəni, zəhmət olmasa, teşekkür edirəm. Sən dediyin cavabı idi, Gün canlıda açıb deyəndə görə nə olur ki? Olmaz. Kimisə tırkasına getmək olmaz. Hamınızın evində körpəniz var. Olmaz. Günaha batırsınız. Salam, salam. Xoş gəlmişsiniz. İlahi, xoş gəldin, ay. Canlı açırsınız, səhv buraxmayın. Sonra peşmançılıq fayda vermir. Telefonla üzr istəmək lazım deyil. Canlıda demirsiniz, canlıda da açın, canlıda bir. Ekranı bəyəni. Ekranı bəyəndə əlvə yapışacaq. Siz bizə baxırsınız da, yəqin ki, efirdən. Can parçası. Bəli, tanıyıram, baxıram, görmüşəm. Efirə çağırmasalar mümkün deyil də gedin. Çağıran yerə gedərlər. Çağırmayan iştirakçılar var, ağızlarını qoyurlar Allah yoluna ki, hə, bunlar gedir, biz qalırıq. WhatsAppda yığırlar ki, üzr istəyirik. Canlıda ağızlarını qoyurlar, biz də deyirik ki, canlıda üzr istəyirik. Eləncikləri boş ver, öz həyatınıza baxın. Əsas odur, hər şeyi yapsın. Bilirəm, əlbəttə ki. Ayıbdır. Elə olur. Oynuyorsunuz, gedirsiniz. Oynayaq, əgər oynamaq istəsənsə oynayaq. Oynayaq. WhatsAppda üzr istəmək lazımdır. Canlıda açıb əl-əvvat danışmışsınız, olmaz. Valla nə qədər günaha batırsınız. Xəstə körpəniz var. Biz uşağa nə qədər dua edirik ki, günahları uşağa yayılmasın. Telefonla yox, canlıda açın, üzr istəyin. Telefonla getmir elə şey. Deyilən, sən WhatsAppda deməmsən ki, hamının canlıda deyirsiniz. Bəli. Neyinirəm mən deyirəm WhatsAppda? Bizdə kimsə öyrədiblər, biz də elə dedik. Sənin ağlın hardadır, 50 yaşın var. Yox, öyrədilibsə də gəlin efirdə deyin, ya canlı belə açın deyin. Efir söhbəti deyil. Zahir müəllim deyir ki, TikTokda olan söhbətləri